şagirdin öz bədən çəkisindən asılı olmayaraq dəf edə biləcəyi müqavimətin maksimal çəkisidir. Nisbi qüvvədəki şagirdin dəf etdiyi xarici müqavimət göstərsin, onun bədən çəkisindən olan nisbətidir. Yaxşı, dayaqda irəliləmək hansı qabiliyyəti inkişaf etdirir? Qüvvəni. Aysel müəllimə mənə desin, sürət qabiliyyətinin komponentləri hansılardır? 3 komponenti var. Hərəkətin reaksiya tezliyi, tək hərəkətin icra tezliyi, maksimal qat sürəti. Yaxşı, silsiləli hərəkətlər qrupuna nələr daxildir? Silsiləli hərəkətlər qrupuna qaçış, üzgüçülük, silsiləli hərəkətlər qrupuna aid deməli. Bir də velosiped. Sürət. Velosiped sürmə, sürətdə. Yaxşı. Siz mənə deyin, sürət gücün komponentlərin. Sürət gücün komponentləri müəllim 2 komponenti var. Sürətli qüvvə, sürət. Sürətli qüvvə, sürət. Aysel, yaxşı. Fərqana müəllimə mənə desin. Bir neçə hərəkət mənə deyin ki, qüvvə qabiliyyəti inkişaf etdirsin aşağı ətraf əzəllərin inkişafı üçün. Aşağı ətraf yoldaşı kürəyə alıb aparmaq. Yoldaşı kürəyə alıb aparmaq. Qaz yerişi o. Bəli, qaz yerişi. Ağırlıq qaldırmaq. Ağırlıq qaldırmaq. Dayaqda irəliləmə. Aha, yaxşı. Bəs pres hansı ətrafları inkişaf etdirir? Ön ətraf əzələləri. Ön ətraf əzəlləri. Yaxşı. Mənə deyin, turnikdə sallanma, yellənmə hansı qabiliyyəti inkişaf etdirir? Bədən əlmə qabiliyyəti. Aha, yaxşı. Kərimət müəllimə mənə desin, əyilgənlik qabiliyyətinin komponentləri hansılardır?